Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qala İsa ibn Meryem Allahümme Rabbana anzil aleyna maideten mines semai takunu lana aydan li evvelina ve ahirina ve ayeten minke varzukna ve ente hayrur razikin. Sadakallahul aliyyül azim. Aziz Allah'ımızın aziz bəndələri ki bizi eşidirsiniz. İnşallah Novruz daxil olubdur. Allah qədəmini sizlərə, ocaqlarınıza, xalqımıza, vətənimizə xeyirlə qərar versin. Gəlişi bütün xalqımıza, cəmaatımıza, eşidənlər sizə mübarək olsun. Bacardığımdan istəyirəm Novruzla bağlı biraz söhbətlər eləyim Allahın köməyi ilə. Oxuduğum bu ayə 5-ci sura Maidə surəsi idi. 114-cü ayədə Allah buyurur İsa əleyhissalamın dili ilə: İsa, ey Allah, sən bizim Rəbbimizsən, asimandan bir maidə göndər ki, bizim üçün bayram olsun. Allah qəbul edir bu duanı. Hədislərdə gəlib bu maidə, yəni bu süfrə bir qədər çörək və balıqdan ibarət olub. Allah o Həzrətə İsa əleyhissalama nazil edib. Burada bayram, yəni ayd mənası fəth etmək, qələbə, Allaha qayıtmaqdır. Bu baxımdan alimlər belə hesab edirlər ki, maidənin nazil olduğu gün qələbəyə qayıtmaq mənasındadır. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə bu ayd, yəni eyd sözünü belə buyurur. Deyir, burada bayram o adamlar üçündür ki, Allah onun namazını və orucunu qəbul etmiş olsun. Və hansı gün günah eləmirsə, insan o gün onlar üçün bayramdır. Yəni bu eyd kəlməsi bayram deməkdir. İmam Əli əleyhissalam deyir, İsa əleyhissalamı Allah sevindirdi, o süfrəni nazir etdi. İsa demişdi, bizim üçün bayram olsun. Və bayram da elə o kəslər üçündür, o Allah yanında namazı və orucu qəbul olunmuş olsun. Və hansı gün günah eləmirsə, o gün onlar üçün elə bayramdır. Yenə hədis var, Əli əleyhissalamda buyurur ki, bayram o deyil ki, insan gözəl paltarlar geyə. Bayram Allahın əzabından əmin amanlıqda qalmaqdır. Dəyərli və əziz eşidənlər, Novruz ki, bayramı keçirdirik biz, bahar fəslinin ilk gününə Novruz deyirlər. Yəni, Novruz sözünün mənası ilk gün deməkdir. Bugün çox qədim zamanlardan bayram və şadlıq günü olmuşdur. Bu günün necə meydana gəlməsi ilə əlaqədar olaraq müxtəlif dəlillər irəli sürülmüşdür. Bəziləri bildirirlər ki, Allah bu gündə dünyanı yaratdı və onu hərəkətə gətirdi.
Adəm əleyhissalam həmin gün dünyaya gəlmişdir. Bəziləri belə deyirlər. Başqaları isə buna əmindirlər ki, həmin gün Cəmşid taxta çıxdı və əyanlarını çağırıb dedi: Allah sizi yaratmışdır, siz gərək təmiz sularda bədəninizi yuyasınız, Allaha səcdə və şükür edib hər il bu günü eyni qayda ilə bayram edəsiniz. Bir qism adamlar isə bildirmişlər ki, Təhmuraz Sabiyyə etiqadına məxsus olduğundan Cəmşid şahlıq taxtına çıxan kimi Allahpərəstlik ayinini bayram kimi rəsmiləşdirdi və bugün Novruz adlandıraraq bayram elan etdi. Firdovsi də Cəmşidin taxta əyləşdiyi həmin günü Novruz, yeni gün adlandıraraq onu həmin dövrün o tarixdən bayram adlandırmışdır, hesab etmişdir. Yəni İslamdan əvvəl bu ayın var imiş. İmam Sadiq əleyhissalam bir hədisdə buyurur, Nəmrud və ətrafdakılar o dövrün adət-ənənəsinə əsasən çöl biyabanda bayram etdikləri zaman İbrahim Peyğəmbər əleyhissalam fürsətdən istifadə edərək bütləri sındırdı. Həmin gün Novruz günü idi. Quranda işarə var ki, bütxanaya girir, İbrahim əleyhissalam sındırır. Hətta bütün bütləri sındırır. Böyük bütü saxlayır, baltanı keçirir o böyük bütün boynuna. İndi İmam Cəfər Sadıq buyurur, o hadisə o vaxt bayram şənliyi günü olub. Nəmrud əyanları ilə bayram keçirdiyi vaxt İbrahim əleyhissalam emalatxana girib onları sındırıbdır. Əbu Reyhanın sözlərinə görə Novruzun meydana gəlməsi ilə əlaqədar çoxlu əfsanələr danışılır. Bu əfsanələrin doğru olub olmaması, reallığı və ya qeyri-reallığı əks etdirməməsi məlum deyil. Buna əsasən deyə bilərik ki, bəşər tarixində ilk dəfə olaraq Novruz bayramını qeyd etmiş insanın kimliyindən asılı olmayaraq böyük insani keyfiyyətlərə, zövqə, qabiliyyətə malik olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Hətta deyir, ona afarin demək bizim hər birimizin borcudur. Çünki baharın birinci günündə qışın sazağı aradan qalxır. Və yarımcan vəziyyətdə qalmış təbiət bu gündən etibarən yenidən dirçəlməyə başlayır. Ağaclar çiçək açır, bülbüllər öz nəğmələrini oxuyur. Çöllər yaşıllığa bürünür və beləliklə baharın xoş ətri, rayihəsi yayılır, xəstə canlara ruh verilir. Nəinki insanlar, eləcə də bütün təbiətdə mövcud olan canlı və cansız varlıqlar bu günü öz hallarına uyğun surətdə qeyd edirlər. Ayə və hədislər külliyyatından və böyük din xadimlərinin söhbətlərindən məlum olur ki, günahdan uzaqlıq qələbədir. Müvəffəqiyyətə üz tutmaqdır. Bu baxımdan İslam dini öz gəlişi ilə ənənələrə qarşı çıxmadı, əksinə insanlığa zidd fikirlərə, məsələn, ərəblərdə mövcud olan qızların ki, diri-diri öldürülməsi kimi cahil əməllərə qarşı durdu. Bununla yanaşı İslam dini nəinki Novruz bayramını inkar etmədi, əksinə onu müsəlmanların inkişaf vasitəsinə çevirdi. Müsəlmanlara buyurdu ki, ilin dəyişməsi duasını oxumaqla Allahı
özlərinin və dünyanın yaradıcısını xatırlasınlar. İslam bildirdi ki, hədiyyə vermək, hədiyyə almaqla insanların qəlblərini şad etsinlər. Qusul almaqla, təmiz paltar geyməklə, paklığı öz məqsədlərinə çevirsinlər. Ətriyyat və ya digər xoş ruhiyyəli vasitələrdən istifadə etməklə öz həyat şəraitini ətirli etsinlər. Bayramla əlaqədar, yəni oruç tutmaq və müstəhəbi namaz qılmaqla öz qəlblərini təmizləsinlər. Allahı zikr etməklə öz cisimlərinin və ruhlarının inkişafına çalışıb, onların hər ikisini çirkinlikdən təmizləsinlər və bu ruhi və cismi təmizlənmədən sonra öz imamlarının zuhurunun intizarında olsunlar. Yəni bugün küçüllər barışırsa, insanlar təzə geyim geyirsə, hədiyyələr verilirsə, yetimlər sevindirilirsə, valideynlər ziyarət olunursa, yəni bu Novruz bayramında rəvac verilən bu cür xidmətlər, bu cür əməllər İslamın özü də elə buyurduğudur. Yəni dəstəkdir bu cür işlərə. İslam da bu yönəmlə yanaşır. Əzizlər, İmam Əli əleyhissalam buyurur ki, bizim Novruzumuz hər gündür. Yəni insan günah etməyən gün elə bayram günüdür. Deyir, hər gününüzü Novruz keçirdin. Yəni bu bayram ki, bu cür keçirdirsiniz, günahsız yaşayın, həmin gün elə siz üçün Novruz olsun. İmam Sadiq əleyhissalamdan belə bir hədis əlimdə var. Novruz günündə onun qulluğuna gələn Müəlla ibn Xənisə, bilirsənmi bu nə gündür? İmam Müəllaya deyir. Mualla deyir, ərz etdim, sənə fada olum, yəbnə Rasulullah. Bilmirəm. Bu, deyəsən, İranlıların əziz tutduğu, bir-birinə hədiyyə, bayramlıq verdiyi bir gündür. İmam buyurdu, yox, müəllah. And olsun Məkkədəki o qədim evə, hər günün qədim kökü var. Yəni, bu Novruz günün qədim kökü sənə izah edim, biləsən. Allah Taalanın bəndələrindən ona ibadət etmələrinə və heç nəyi ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlar əleyhissalamlara iman gətirəcəklərinə vədə aldığı bir gündür. Yəni İmam Cəfər Sadıq Muallaya buyurur ki, bu günün qədim kökü var və bu budur ki, Allah Taala bəndələrindən ona ibadət etmələrinə və heç nəyi ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imam əleyhissalamlara iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz Mualla, günəşin doğduğu ilk gündür. Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir. Demək, fərəcin, bəzi hədisdə var, imamın zuhuru da bu gündə olmaqları haqqında ki, Novruzda zuhur eləyəcək. Əsrin imamı inşallah. İmam Cəfər Sadıq əleyhissalamdan hədis var, buyurur, Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını gey, ən çox qoxulu ətirlərlə özünüzü ətirləndirin və həmin gün oruç tutun. Demək, belə hədislərə əsasən nəticəyə gəldik ki, bu İslamdan qabaq
hətta tarixi dəqiq məlum olmayan bir ayındır. Bu milli bir bayramdır. İnsanların xoşladığı bir bayramdır. Bu bayramda olunan əməllər İslam bəyənən əməllərdir.